Salam, biologiyadan bugünkü mövzumuz vəzlərdir. İnsan orqanizminin fizioloji funksiyaları bir çox orqanlar tərəfindən sintez olunan kimyəvi maddələrin köməyi ilə tənzim olunur. Belə maddələrə bioloji fəal maddələr deyilir. Bioloji fəal maddələri hazırlayan vəzləri 3 qrupa ayrılırlar. Xarici sekresiya vəzləri, daxili sekresiya vəzləri və qarışıq vəzlər. Xarici sekresiya və ya eksokrin vəzlərinin xüsusi axarları olur. Ekso, xaric, krin, ifraz deməkdir. Eksokrin vəzlərinin hazırladığı maddələr orqan və ya bədən boşluğuna və ya xarici mühitə ifraz olunur. Xarici sekresiya vəzlərinə ağız suyu vəzləri, göz yaşı vəzləri, tər vəzləri, pi vəzləri, qulaq kiri vəzləri, qaraciyər, mədə vəzləri, bağırsaq vəzləri, prostat vəzi, süd vəzləri və s. aiddir. Ayrıca axalacaqları olmayan, hazırladıqları bioloji fəal maddələri qana ifraz edən vəzlərə daxili sekresiya vəzləri deyilir. Daxili sekresiya vəzlərinin hazırladığı bioloji fəal maddələr hormonlar adlanır. Yunanca hormao oyandırıcı deməkdir. Hormonlar maddələr mübadiləsinə ferment sistemi vasitəsilə təsir edir. Daxili sekresiya vəzlərinə hipofiz vəzi, epifiz vəzi, qalxana bənzər vəzi, qalxana bənzər ətraf vəzlər, timus vəzi, böyrək üstü vəzlər və müvəqqəti daxili sekresiya funksiyası daşıyan sarı cisim və cilt aiddir. Hipofiz vəzi. Hipofiz vəzi kəllə boşluğunda yerləşir. Ön, orta və arxa paylardan ibarətdir. Bu payların hər biri xüsusi hormonlar hazırlayır. Ön payın hormonlarından biri olan somatotrop boy hormonudur. Somatotrop hormonu boyun inkişafına təsir edir. Böyüyən orqanizmdə bu hormonun normadan çox ifraz olunması nəticəsində nəhəng boyluluq əmələ gəlir. Belə adamlarda boy 2 metr və daha artıq olur. Somatotrop hormonun normadan az ifraz olması nəticəsində cırtdan boyluluq, karliklik əmələ gəlir. Bəzən yetkinlik yaşında hipofizin hiperfunksiyası nəticəsində bədənin bəzi hissələri, məsələn, burun, dodaqlar, dil, ətraflar həddən artıq böyüyür. Bu xəstəlik akromegaliya adlanır. Hipofizin orta payı intermedin hormonu ifraz edir. Arxa payda hormonlar ifraz edir. Bu hormonlardan biri olan oksitosin hamilə qadınlarda doğum zamanı uşaqlığın əzəllərinin yığılmasını təmin edir. Bildiyiniz kimi, orqanizmin işi sinir və humoral yolla tənzim olunur. Sinir tənzimi bir anda baş verdiyi halda humoral tənzim bir neçə dəqiqə, bəzən bir neçə saat və daha çox çəkir. Hipofiz vəzi və hipotalamus öz fəaliyyətində bir-biri ilə qarşılıqlı əlaqədə olub, ümumi hipotalamo-hipofizar sistem əmələ gətirir. Sinir və humoral amillərin bir-birinə təsiri sayəsində orqanizmin uzlaşmış fəaliyyəti tam təmin olunur. Epifiz vəzi. Yunanca epifiz törəmə ur deməkdir. Epifiz vəzi də kəllə boşluğunda yerləşir. Ara beynin üst artımıdır. Bu vəzinin ifraz elədiyi melatonin hormonu uşaqlarda vaxtından əvvəl cinsi yetişkənliyin qarşısını alır. Melatonin hormonunun sintezi işıqda zəifləyir, qaranlıqda isə bərpa olunur. Epifiz vəzi həmçinin bioloji saat rolunu yerinə yetirir. Qalxana bənzər vəzi. Qalxana bənzər vəzi 2 paydan ibarətdir. Boyun nahiyəsində qalxana bənzər qığırdağın üzərində yerləşir. Ən mühüm hormonları tiroksin, triotilionin və trikalsitonindir. Tiroksin hormonu maddələr mübadiləsini, orqanizmin böyümə və inkişafını, sinir sisteminin fəaliyyətini, zülal, yağ və karbohidratların parçalanmasını tənzim edir. Bu hormonun tərkibində yod olduğuna görə sintezlənə bilməsi üçün orqanizmə daim yod daxil olmalıdır. Əgər uşaqlarda tiroksin hormonunun sintezi zəifləyirsə, kretinin xəstəliyi əmələ gəlir. Bu zaman onlarda böyümə və inkişaf ləngiyir, ağıl kəmliyi müşahidə olunur. Yaşlı adamlarda qalxana bənzər vəzinin hipofunksiyası nəticəsində miksedema xəstəliyi əmələ gəlir. Miksedema xəstələrində maddələr mübadiləsi zəifləyir, sinir sisteminin oyanıqlığı ləngiyir, xəstə kökəlir, saçı seyrək, dərisi quru və şiş olur. Bu xəstələri müalicə etmək üçün tərkibində tiroksin hormonu olan dərman preparatları qəbul edilir. Qalxana bənzər vəzinin hiperfunksiyası nəticəsində Bazedov adlanan ağır xəstəlik əmələ gəlir.
Bu xəstələrdə maddələr mübadiləsi sürətlənir, sinir sisteminin həssaslığı yüksəlir, xəstənin gözləri bərəlmiş olur, vəznin ölçüləri artır, iştahın yaxşı olmasına baxmayaraq xəstə sürətlə arıqlayır. Müalicə məqsədi ilə istifadə olunan dərman preparatları lazımlı effekt vermədikdə vəznin bir hissəsi kəsilib çıxarılır. Qalxanabəzər vəzi həmçinin orqanizmin infeksiyon xəstələrə qarşı müqavimətini artırır. Qalxanabəzər ətraf vəzlər qalxanabəzər vəzinin arxa səthində yerləşir. Düyü boyda olan bu vəzlərin sayı 4 ədəddir. Qalxanabəzər vəzinin paratahormon adlanan hormonu qanda fosfor və kalsium mübadiləsini tənzim edir. Timus vəzi. Timus və ya çəngələ bənzər vəzi döş boşluğunda döş sümüyünün arxa hissəsində yerləşir. Timus vəzinin ifraz etdiyi timozin hormonu sümüyün böyümə və inkişafına təsir göstərir. Qanda limfositlərin miqdarını artırmaqla orqanizmi infeksiyon xəstəliklərdən qoruyur. Bu vəzinin kütləsi uşaqlarda maksimal olur, cinsi yetişkənlikdən sonra isə xeyli azalır. Böyrəküstü vəzlər. Böyrəküstü vəzlər qarın boşluğunda böyrəklərin üst tərəfində yerləşir. Böyrəküstü vəzlər xarici qablıq və daxili beyin qatından qurulmuşdur. Beyin qatının hormonları adrenalin və noradrenalindir. Adrenalin hormonu ürəyin işini və qan təzyiqini yüksəldir, qanda qlükozanın miqdarını artırır. Qabıq qatının hormonları mineral maddələr və zülal karbohidrat mübadiləsini təmin edir. Bu hormonlar çatışmadıqda TUNS xəstəliyi əmələ gəlir. Belə xəstələrdə dəri TUNS rəngi alır, iştaha itir, ishal və qusma baş verir. Böyrəküstü vəzlərin hormonları orqanizmin stresə və infeksiyon xəstəliklərə qarşı müqavimətini artırır. Qarışıq vəzlər. Qarışıq vəzlərin tərkibinə daxil olan bəzi hüceyrələr xarici, digərləri isə daxili sekresiya funksiyası daşıyır. Qarışıq vəzlərə cinsiyyət vəzləri və mədaltı vəzi aiddir. Cinsiyyət vəzləri qadınlarda yumurtalıqlar, kişilərdə toxumluqlardır. Yumurtalıqlarda yumurta hüceyrə, toxumluqlarda spermatozoidlər əmələ gəlir. Cinsiyyət vəzlərində həmçinin cinsiyyət hormonları hazırlanır. Qadın cinsiyyət hormonları estrogen və progesteron, kişi cinsiyyət hormonları isə testosteron və androgendir. Bu hormonlar sayəsində ikinci cinsi əlamətlər formalaşır və orqanizmdə bir sıra proseslərin normal getməsi təmin olunur. Mədaltı vəzi. Mədaltı vəzi qarın boşluğunda yerləşir. Onun bəzi hüceyrələrində həzm şirələri sintez olunur. Tərkibinə tripsin, amilaza, nukleaza, lipaza fermentləri daxil olan həzm şirələri xüsusi axarla 12 barmaq bağırsağı açılır və orada gedən həzm prosesinə təsir edir. Bundan əlavə, mədaltı vəzinin daxili sekresiya funksiyası daşıyan hüceyrələrində karbohidrat mübadiləsində iştirak edən insulin və glikoqon hormonları sintez olunur. Qanda qlükozanın miqdarı 0,8-0,12%-dir. Bu faiz insulin və glikoqon hormonları sayəsində sabit qalır. Qanda qlükozanın miqdarı artdıqda, onun bir hissəsi ehtiyat maddə kimi glikogen şəklində qaraciyər və əzəllərdə toplanır. İnsulin hormonu çatışmadıqda, qanda şəkərin miqdarı artır və şəkərli diabet xəstəliyi əmələ gəlir. Şəkərli diabeti müalicə etmək üçün tərkibində insulin olan dərman preparatları xəstəyə iynə vasitəsilə vurulur. Mədaltı vəzinin digər hormonu glikoqon qanda şəkərin miqdarını artıraraq insulinin əksinə təsir göstərir. Sağ olun, gələn dərslərimizdə görüşənədək.